Hamı İmam Hüseynə deyir ki, canım sənə qurban olsun. İmam Hüseyn Əbəlfəz ağaya deyir ki, bi nəfsi əntə, canım sənə qurban olsun. Deyir, İmam Səccad oturmuşdu, Həzrət Əbəlfəzin oğlu daxil oldu içəri. İmam Səccad ona baxdı, dedi ki, bunun atasına qiyamətdə, yəni Həzrət Əbəlfəzə qiyamətdə elə bir məqam verəcəklər ki, bütün şəhidlər onun məqamına qibtə edəcək. Yəni, şəhid nə qədər uca məqamdır, şəhadət özü nə böyük bir zirvədir. Əbəlfəz ağa haqqında buyurur ki, imam buyurur ki, şəhidlərin hamısı ona qibtə eləyəcək. Ona elə bir məqam veriləcək ki, Əbəlfəzin məqamını görəndə şəhidlər hamısı həsrət çəkəcək. Bir insan ki, biz şəhidlərə baxanda hamımız həsrət çəkəcəyik ki, kəş bizə bu məqam nəsib olardı. Şəhidlər də ona baxıb qibtə eləyəcək ki, kəş o məqama çatardıq. Yəni, zirvədədir Həzrət Əbəlfəz ağa. Onun haqqında İmam Sadiq əleyhissalam buyurur ki, nafizəl bəsirə, o bəsirət sahibidir. İti bəsirət sahibidir. Bəsirət çox geniş anlayışdır. Bəsirət zamanı tanımaqdır. Bəsirət vəzifəni bilməkdir. Bəsirət hadisələrə düzgün qiymət verməkdir. Hər bir hadisə zamanı düzgün mövqe tutmaqdır. Bəsirət Allahın ayələrini görməkdir. Bəsirət pərdə arxasını görməkdir. Bütün bu xüsusiyyətlər Həzrət Əbəlfəz ağada olub. Bir dəfə də görmədik ki, İmam Hüseynə nəsə başqaları kimi nəsə bir nəsihət eləsin, uzun-uzadı nəsə soruşsun. İmam Hüseyn əleyhissalamın mövqeyini tam şəkildə başa düşüb qəbul eləyən və ona axıra qədər vəfadar olan, sadiq qalan bir şəxsiyyətdir Həzrət Əbəlfəz.